Deyəcək, get ey bəndə, namaz qılırdın, görürdün səni tərifləyirlər, o namazı uzun-uzadı qılırdın. Deyirdin, mənə baxırlar, görürsən ki, sənə baxırlar, sən namazı daha da gözəl qılırdın. Ki, desinlər, nə gözəl namaz qılandı bu şəxs. Allah axirətin gündə deyəcək, o gözləyirdin, desinlər, nə gözəl namaz qılandı. Get o savabı o sənə versin. Get xeyirduanı ondan istə. Onun əvəzini ondan istə. İnşallah bugünkü cümə xütbəmiz ixlas haqqında olacaq, səmimiyyət haqqında olacaq. İxlas, yəni bir işi Allah üçün, sırf Allahın razılığını qazanmaq üçün, Allahın razılığını qazanmaq məqsədi ilə etmək və orada başqa bir məqsəd güdməmək. Baxın, ixlas budur. Bir işi mən sırf Allah üçün eləyəm ki, bu işi görürəm, bu işin müqabilində Allah məndən razı qalsın. Heç bir dünyavi mənfəət güdmürəm. Məsələn, adım, sanım, şanım, şöhrətim, pul qazanım. Belə bir şeyləri fikirləşmirəm. Fikrim, zikrim, bu işi görməkdən məqsədim odur ki, Allah məndən razı qalsın. Bu işi Allaha görə görürəm. Ancaq Allah üçün. Bax, buna deyirlər ki, insanın belə bir işi görən insanın niyyəti təmizdir, safdır, səmimi insandır. İxlas və səmimiyyət budur. Bir sözlə, qısacası. İşi Allah üçün görmək. Allahın razılığı üçün görmək. Başqa bir məqsəd yoxdur. Baxın, Quran-ı Kərimdə Hicr surəsinin 39 və 40-cı ayəsində İblis deyir, ey Rəbbim, məni rəhmətindən kənar etməyinə əvəz olaraq and içirəm ki, mən də mütləq onlara, yəni sənin yaratdığın bəndələrə yer üzündə pis əməlləri gözəl göstərəcəm. O günahlar var, pis əməllər. İblis and içir Allaha. Mən deyir, onları bəndələrə gözəl göstərəcəm və onların deyir, hamısını azdıracam. Amma deyir, bir dəstə insanlar var ki, onlar istisnadır. Onları deyir, azdıra bilməyəcəm. Kimdir onlar? Deyir, sənin ixlaslı qullarından başqa. Kim ki, ixlaslı bəndədə, şeytan heç ona yaxın gedə bilmir. Ona heç bir müdaxilə eləyə bilmir. Amma bir bəndə işləri Allaha görə deyil, insanlara xatir eləyirsə, şeytan deyir ki, mən onu rahatlıqla yolundan azdıracam. Çünki deyir, onun niyyətində Allah yoxdur. Ona görə mən o bəndəyə rahat müdaxilə eləyə biləcəm. Həzrəti Peyğəmbər buyurur hədisdə, deyir, daima əməllərinizdə ixlaslı olun. Etdiyiniz əməlləri ixlaslı eləyin. Çünki Allah yalnız xalis əməlləri qəbul eləyər. İxlaslı əməlləri. Bu hədis haqqında çox düşünmək lazımdır. İnsan övladı görsən, daima yardımlar eləyir. Görsən, insan daima ibadət eləyir. Çoxlu namaz qılır, oruç tutur, zikirlər eləyir, Quran oxuyur. Bu işi Allaha xatir deyil. Kimlərəsə xatir eləyirsə, Allah ibadəti qəbul eləməz. Bu boyda əziyyət çəkirsən, ibadətlər eləyirsən, oruç tutursan ki, desinlər gözəl oruç tutandı. Namaz qılırsan, desinlər gözəl namaz qılandı. Allaha xatir yoxsa Allah deyir, heç nəyə lazım deyil o bədlənmə. Onun ibadəti heç mənə lazım deyil. Allah dərgahında Həzrəti Peyğəmbər buyurur ki, o qəbul olmaz. Boş yere özün öz vəziyyət verirsən. Yəni, bir dənə də hədis deyim. Deyirsən, zahirdə çox gözəl görsənən bir işi görürsən. İnsanların nəzərində çox gözəl görsənən bir işdir. Bu işi görürsən, amma deyirsən, o işi Allah üçün eləmirsən. Niyyətin budur ki, insanlar desin, nə gözəl insandır, yaxşı işlər görür. Deyir, bu əməlin Allah dərgahında qəbul deyil. Amma deyirsən, kiçik bir iş görürsən, öz nəzərində çox kiçik bir işdir. Deyir, o işi görürsən, o işin niyyətində Allah var. O işi görəndə deyirsən ki, Allah məndən razı qalsın da bu işimə görə. Allahın razılığını qazanmaq üçün bir işi görürəm. Deyir, Allah o kiçik işi və qat-qat artıq savablar yazır. Sənin üçün kiçik görsənir, amma Allah qat-qat savablar yazır. Amma insanlara xatir böyük bir iş görsən, Allah qatında qəbul olmur. Çünki niyyətində Allah yox idi. Səmimiyyət yox idi.
Həzrəti Peyğəmbərimiz gəlir səhabələrinin yanına. Deyir, ey mənəm səhabələrim. Bir işə görə mən sizdən narahatam. Ümmətdən narahatam. Səhabələr sual verir. Ya Resulullah, nə işdir o? Həzrət buyurur. Deyir, bir adam namaz qılmağa başlayanda ona baxan insanları nəzərə alıb namazını gözəl qılar. Baxa, sözün böyüklüyünə. Deyir, bir insan namaz qılmağa hazırlaşır. Fikirləşir ki, insanlar mənə baxır. Namazı gözəl qılmağa çalışır. Həzrət Peyğəmbər buyurur, buna riya deyirlər. Deyir, namazdan, ibadətdən heç əsər əlaməti yoxdur orada. İndi bu haqda geniş danışacağım. Bir dənə də əməllərinə riya qatan insan barəsində Həzrəti Peyğəmbər buyurur. Deyir, Allah qullarına əməllərin əvəzi verilən gündə belə buyurulacaq, axirətin günündə. Deyir ki, dünyada xoş görünmək istədiyiniz kəslərin yanına gedin. Baxın bunlar, yəni o şəxslər sizə bunun əvəzini verəcək. Dəhşət bir şeydir ha bu. Axirətin günüdür. Burada yaxşılıqlar edirsən. Gözəl işlər görürsən. Deyirsən, insanlar məni tərifləsin. Allah axirətin günündə deyir ki, insanlara görə eləmişdin. Hələ get gör, onlar sənə bunun əvəzini verə bilir. Mənim üstümə gəlmə. Sən mənə xatir bir iş görməyibsən, mən onun əvəzini verim sənə. İnsanlara xatir görübsən. Məsələn, deyəcək, get ey bəndə. Get. Allah o gündən qorusun bizi. Deyəcək, get ey bəndə. Namaz qılırdın, görürdün səni tərifləyirlər, o namazı uzun-uzadı qılırdın. Deyirdin, mənə baxırlar, görürsən ki, sənə baxırlar, sən namazı daha da gözəl qılırdın. Ki, desinlər, nə gözəl namaz qılandı bu şəxs. Allah axirətin gündə deyəcək, o gözləyirdin, desinlər, nə gözəl namaz qılandı. Get o savabı o sənə versin. Get xeyirduanı ondan istə. Onun əvəzini ondan istə. Allah hadişanə rəhmət eləsin. Gözəl bir gülməli əhvalat danışdı minbərdən. Yəqin ki, bilirsiniz o namaz misalını. Deyirə biri namaz qılır. Ki, görür onu tərifləyirlər, namazı uzadır. Ki, gözəl sözlər deyirlər, namazı biraz da uzadır. Biri baxır, deyir, qıraqdan deyir ki, gözəl insan deyir, bu 3 dəfə həzdə olub, biri deyilən 5 dəfə Kərbalada olub, deyir, namazın ortasına qaydır, hələ bir 8 dəfə də Məşəddə olmuşam. Bunun savabı kimdir? Allah ona nə savab verəcək? Allah, bu hədis var, oxuduğum, o şəxslər üçün deyir. Allah deyəcək, ged o tərifləyirdilər, ged ondan savabı götür. Sən mənə xatir nə iş görübsən ki, mən sənə bir savab da verim. İmam Sadiq ağa buyurur. Deyir, xalis əməl odur ki, Allahdan başqa bir kəsin sənin tərifləməsini istəməyəsən. Heç kimdən gözləməyəsən ki, məni tərifləsinlər. Deyir, hər bir işdə səmimi olasan. Yalnız düşünəsən ki, bu işimdən Allah Teala razı qalsın. Bu işimə görə Allah məni tərifləsin, bəndələr məni tərifləməsin. Çünki bu işi mən Allaha xatir görürəm. Niyyətim bu olmalıdır. Hədisimiz var da. Deyir, ibadətin ruhu səmimiyyətdir. İslam dinində də buna ixlas deyirlər. Məsələn, bax, hər bir ibadətin öz ixlası var, öz səmimiyyəti var. Hədisimiz var bu haqda bizim. Və bir-bir bizə açıqlayır. Deyir, məsələn, namazın bir ixlası var, səmimiyyəti var. Deyir, namazı elə qılmalısan ki, özünü insanlara göstərmək məqsədin olmamalıdır. Namazı deyir, Allaha xatir qılmalısan. Niyyətin bu olmalıdır ki, Allah mənə vacib buyurur bu namazı. Mən bu namazı ona görə qılıram ki, Allahın vacibatıdır. Mən bu namazda Allahla danışıram. Niyyətin, düşüncən bu olmalıdır. Sonra, deyir, oruç tutarkən. Orucun bir səmimiyyəti var. Deyir, orucun səmimiyyəti bu olmasın. Səhərdən axşama kimi az qalın. Səhərdən axşama kimi ac qalın. Acam axı. Ac olanda insanın ağlı biraz yerində olmur da. Gedim insanların qəlbini qırım. Bu olmasın. Orucun deyir, səmimiyyəti nədir? Orucun səmimiyyəti budur ki, nəfsimi tərbiyə edeyim. Özümü bir tərbiyə edeyim. Orucun səmimiyyəti, ixlası budur. Ac qalmaq deyil. Sədəqə veririk. Sədəqə verməyin bir səmimiyyəti var. Deyir ki, məqsədin bu olmasın. Mən bu sədəqəni verim, qıraqdan desinlər, səxavətli insandır. Sədəqəni verim, deyim, get filan kəslərə də denən, denən, filan şəxs mənə 5 man kömək elədi. Bu deyir, sədəqənin səmimiyyəti deyil. Sədəqənin səmimiyyəti bilirsin nədir? Deyir, Allahın razılığı üçün bir şey görməlisən. Ki, Allah mənə buyurub ki, mən sənin ruzində ehtiyaclı insanların ruzisini qərar vermişəm. Sədəqənin niyyəti budur.
Sədəqənin niyyəti budur ki, ehtiyac sahibinin ehtiyacını aradan qaldırmaq. Buna görə deyir, bu sədəqəni verməlisən. Niyyətin bu olmalıdır. Sonra hədis buyurur. Deyir, birinin dostluqları var. Dostluğun deyir, bir dənə səmimiyyəti var. Deyir, dostluğu ona görə qurma ki, ondan bir xeyrin gəlsin. Nəsə bir təmanna güləsən. Nəsə bir şan, şöhrət, maddiyyat güləsən. Deyir, o dostluğun səmimiyyəti deyil. Dostluğun ixlası deyil. Deyir, dostluğun ixlası nədir? Deyir, dostluğun ixlası Allaha görə olmalıdır. Allah üçün dostluq olmalıdır. Deyir, Allah üçün olmasa o dostluqda heç bir bərəkət olmaz. Ailənin səmimiyyəti var. Ailənin bir səmimiyyəti var. Deyir, həyat yoldaşı xoş sözdür. Gözəl sözdür. Ona sevgi, məhəbbət bəslə. Bunu eləyirsən, deyir, bunu borc kimi eləməyi. Ki, mənim borcumdur. Mən buna görə eləm. Deyir, yox. Deyir, bunu işi sevgi ilə görməlisən. Hörmətlə görməlisən. Hörmətlə deyir, həyat yoldaşı və təşəkkür elə. Borc kimi eləmə. Deyir, borc kimi eləsən, orada bir ixlas, səmimiyyət olmaz. O ailənin bir bərəkəti olmaz. Və yaxud bir insanlar var, övladına görsən qayğı, sevgi göstərirlər, borc kimi. Ki, mənim övladımdır, mən bunu borc kimi eləməliyim. Deyir, yox. Hədis deyir bunların hamısı. Deyir, o sənin canındır, qanındır. Ona görə ona sevgini, məhəbbəti, qayğını göstərməlisən. Həzrət Peyğəmbərin hədisidir. Deyir, sizin ən xeyirliniz, sizin ən üstünlüyünüz ailəsinə qarşı sevgi, məhəbbət göstərən. Onlara qarşı ən xeyirli olan. Və bu işi Allaha görə görəndir. Borc kimi görən yox, Allaha görə. Ən xeyirliniz deyir, budur. Və İslam dinində ibadət məsələsində niyyətin çox böyük yeri var. Niyyət, insanın niyyəti çox önəmlidir. Deyir, insan ibadət edərkən, ibadətə başlayarkən Allah qarşısında vəzifəsini yerinə yetirdiyini düşünməsə, başa düşməsə bunu, bu işimdən, bu əməlimdən görəsən Allah razıdır, diqqət elə sözə. Bu işimdən, bu əməlimdən görəsən Allah razıdır, bu sualı özünə verməsə, bu sualı özünə verib bəli cavabını tapmasa o ibadət deyil. Allahu Ekber. Kör-körana ibadət deyirlər, ha? Üzr istəyirəm, hamımızdan açıq danışmalarım. Bu günləri çoxumuz o haldayıq. Kör-körana ibadət edirik. Hədis deyir ki, o ibadət deyil. Deyirsən, ibadətdə bu sualı vermirsənsə özünə və bəli cavabını tapmırsansa o ibadət deyil. Nəinki ibadətdə, ha? Deyir, məsəl üçün, hər bir işdə, ağzından çıxan hər bir sözdə, etdiyin hər bir əməldə düşünmürsən ki, görəsən Allah bundan razıdır. Bu əməli mən görəsən həqiqətən Allaha görə eləyirəm. Bu sualın cavabı xeyirdirsə, deyirsən öz nəfsivə görə eləyirsən o işlərin hamısını. Özünə görə eləyirsən. Deyir, dildə yalandan demə ki, mən bu işi Allaha görə gördüm. O iş deyirsən özünə görədir. Yox, əgər hər bir işində, etdiyin yaxşılıqda, qıldığın namazda, tutduğun orucda, oxuduğun Quranda, zikirlərdə, insanlara əl tutmağında belə fikirləşirsən ki, görəsən Allah razı qaldı məndən. Həzrət Peyğəmbər belə olan hamısı ibadət oldu sənin üçün. Allah hamısına ibadətin savabını yazdı. Niyə ya Rəsulallah? Deyir, çünki sənin əməlin, niyyətin Allaha görə idi. Dedin ki, görəsən Allah razı qalar. Hər bir işində Allahı düşündün. Buna görə Allah hər bir işi və yerə sənə ibadətin savabını verdi. İmam Baqir ağa buyurur. Deyir, o bəndədir ki, ümidi məxluqdan kəsilib. Ümidi insanlardan kəsilib. Deyir, o şəxs, ümidi insanlardan kəsilən şəxs, əsl abiddir. Bax, abidin bizə bir düsturunu deyir imam. Deyir, o şəxsdir ki, ümidi insanlardan kəsilib, əsl abiddir. Bir şəxs ümidini insanlardan kəsə, Allaha layiqli ibadət eləsə, deyir, o Allah o şəxsə abid kimi baxacaq. Sonra öz mələklərinə buyuracaq. Bu mənim xalis bəndəmdir. Sonra mələklərinə tapşıracaq ki, onu əzizliyib, mehribanlıqla mənim dərgahımı qəbul edin. Bu hədisi mən birinci dəfə oxuyuram, dəhşət bir şeydir, vallahi. Bax, ümidivi insanlardan kəsirsən, Allaha ibadət edirsən, Allah sənə abidlik dərəcəsi verir, əsl ibadət eləyən. Sonra da mələklərinə buyurur ki, xalis bəndən mənim bu deyilər. Onu əzizləyin, onu mehribanlıqla mənim dərgahımı qəbul edin. Nə gözəldir bu. Peyğəmbərdən soruşurlar, deyirlər, ya Rəsulallah,
İnsanın nicatı nədədir? İnsan nədə nicat tapır? Həzrət buyurur, nicat yalnız və yalnız ibadəti insanların razılığına görə yerinə yetirməməkdədir. Nicat tapmaq istəyirsən, insanlara görə heç bir ibadət eləmə. Heç bir işi bir insanlara görə eləmə. Bir işi ki, insanlara görə eləsən, heç bir zaman Həzrət buyurur, nicat tapmarsan. İndi sizə bir dənə sual. Bunu deyim, inşallah sözümü bitirəm. Baxın, bizlərə deyirlər ki, əyləşmiş yəni burada. Bizə deyirlər ki, dəqiqliklə deyirlər, ha, bugün son günümüzdür. Sabah dünyamızı dəyişəcəksiniz. Bizə bu sözü deyirlər, dəqiqliklə. Neyniyərik? Birimiz ibadətimizi artırarıq. Birimiz zikirləri artırarıq. Birimiz duaları artırarıq. Birimiz yardımlar eləyərik. Hərə bir işlə məşğul olacaq, hamısı da səmimiyyətlə olacaq, ha? Son günümüzdür da. Nə elədiydi, sabahımız yoxdur. Amma deyir, bu sualı Allah üçün yaşayan bir insana verələr. Deyərlər ki, bugün sənin son günüdür, nə elədin, sabah bu dünyadan köçərsən, deyir, onun əməlində heç bir dəyişiklik olmaz. Vallahi billahi. Heç bir dəyişiklik olmaz. Səbəb deyir, onsuz da Allaha görə yaşayır da. Onun yaşayışı o idi ki, sanki bugün son günündür. Onsuz da ömrünü elə yaşayıb. Amma bizə desələr ki, bugün son günümüzdür, bilir ya, ölümümüzə əminliyimiz var ki, bir saat sonra da dünyamızı dəyişə bilər, amma elə yaşamırıq. Hələ deyirik, var da, Allah rəhəmlidir, biraz da ömür verər. Nə bilim, ballarının xeyir işini görür, nə bilim, belə ömrümüzü öz arzu xəyallarımızdan uzadırıq. Amma Allah üçün yaşayan insan biz necə yaşayır? Bugün son günümdür. Və biz də düşünsək ki, son günümüzdə nələr eləyər ya, Allah üçün yaşayan insan onu hər gün eləyir. Sonra buyurur, ixlas və səmimiyyət odur. Bitirim inşallah deyərsən. İxlas üçün, ixlasla, səmimiyyətlə yaşamaq budur. Sonda bir hədisi deyim inşallah. Hədis bizə buyurur. Deyir, yaxşılıq eləyəndə o yaxşılığı səni tərifləsinlər deyə eləmə. Üzr istəyirəm, səni insanlar tərifləsin deyə eləmə. O yaxşılığı niyə elə? Allah səni tərifləsin. O yaxşılıq eləyəndə deyir, insanlar səndən razı qalsın deyə eləmə. Hədis deyir ki, o yaxşılığı eləyəndə Allah səndən razı qalsın. Bunun üçün elə. Bu xütbəmin xülasəsidir, danışdıqlarım. Sonra, ən əsas nöqtə. Deyir, insanlar mənim haqqımda nə düşünər? Bu sualı özünə vermə. Allah mənim haqqımda nə düşünər? O sualı ver özünə. Bir əməl eləyəndə bu günləri çox çəkinirik də, filan kəs nə deyər? Məsələn də, biraz gəlibdir mövzudan qırağa çıxın da, bir toy filan çağırırlar, bəzi o haram toylar. Getmərəm, qohumum nə deyər? İçki məclisi də o, qohumum deyər, gəlmədi, filan kəsin toyuna girdi, bura gəlmədi. Məni gördü, mollalığı tutdu. İnsanlar nə düşünər deyər də bu? Allah nə düşünür? Allah nə deyir bu haqda? Onu fikirləşən yoxdur. Hədis ona görə deyir ki, bir işi görəndə insanlar nə düşünər? Bu sualı vermə. Bir addım atacaqsan, Allah mənim haqqımda nə düşünəcək? Allah bu işə razıdırmı? Deyir, gizlindəsən və ya aşkardasan. Aşkarda necə davransan, gizlində də elə davran. Eyni davran. Riyakarlıqdan uzaq dur. Özünü heç kimə göstərmə. Qəlbini saflaşdır. Səmimi ol. Ən gözəl nöqtə mənə çox təsir edən nöqtələrdən biri deyim. Qəlbi saflaşdır, deyir, səmimi ol. Çünki həqiqət budur. Bir gün gələcək, deyir, hamı səni unudacaq. Heç kəs bizi xatırlamayacaq. Nəyimizi xatırlayacaqlar? Deyir, əgər səmimi insan olsan, ixlaslı insan olsan, sənin səmimiyyətin, ixlaslığın bir ömür yaşayacaq. Sən bu dünyadan köçəcəksən, amma deyəcəklər, o yaxşı insan idi. Həqiqətdə Allah üçün yaşayırdı. Səmimi insan idi. Sonda buyurur, bu cür davransan, qəlbin rahatlıq tapacaq, əməllərin Allah qatında çox dəyərli olacaq və sənin əməl dəftərə çoxlu savablar yazılacaq. Əssalamu aleykum və rəhmətullah və bərəkət.